Salam. Bugünkü dərsimizdə biz demək, belə deyək, keçən dərsimizdə fərqli olaraq, bugünkü dərsimizdə Windows Enterprise yükləyəcəyik. Yəni bu testlər üçün bizə lazımdır. Yəni misal göstərirəm. Keçən dərsimizdə biz belə deyək, Kali Linux yükləmişdik. Bu dərsimizdə isə Windows yükləyəcəyik. Bu bizə laboratoriyalar üçün çox vacibdir. Ardıcıl olaraq gedirik. Dəstəkdə takibdə qalın, like eləməyi unutmayın. Sayımız çoxalsın, daha da irəli dərsləri paylaşacağım zamanla və ardıcıl gedəcəyik. Belə deyək, Kali Linux Pentrace testi üçün hazırlanıb. Hacker Tool-da keçən dərsimizdə. Bu dərsimizdə isə Windows Enterprise-ə yükləyəcəyik. Windows-u ona görə yükləyik ki, yenə deyirəm, burada bizdə laboratoriyamız olsun. New veririk və burada biz yazırıq Windows, məsələn 10 yazaq, fərqi yoxdur. Aşağıda elə eyni qalır. Hard diskə biraz belə deyək, 102 GB verə bilərsiniz. Gəlirik Settings. Settings'dan Display'də 128 qalsın. Network, təbii ki, Bridge-də. Storage, empty, choose this file, failin götürülməsi və gəlirik sistemdən. Həmən mən qabaqcadan Enterprise yükləmişəm. İnternetdə zaten EOS formatı, ISO formatı var. Götürə bilərik, seçirik. Seçinizi OK və Start veririk. Və virtualımız açıldı, aktivdir. İndi açılsın. Sistemdə laboratoriya üçün bunlar vacibdir. Çünki laboratoriyalarımız əsas sistemləri qurub orada RAID və Blue timləri taktik eləyəcəyik, praktik eləyəcəyik. İndi açılsın. Belə. Bu jaluzlar gələndə bunları bağlaya bilərsiniz beləncə. Grafik interfeys genə odur. Ona görə standart United States Amerikada ingiliscəsində qalsın. Next, install now və gelir. Burada accept şərtləri qəbul edirik, next vururuq, ikincini seçirik və sadəcə bir dənə next vururuq və yükləmələr gedir. Yükləmələr indi gedib bitənə kimi hələlik mən pauza edirəm sistemdə. Ondan sonra davam edəcəyik yenə də. İndi ardını gedirik. Belə deyək, sistem artıq yükləmə başa çatdı, restart verdi, yenidən başladı. İndi ardını gedirik və başlayır ardını yazmağa. Və sistem artıq yüklənib. Harca yüklənmə 15-20 dəqiqə arası belə çəkir. Bu laboratoriyalara görə lazımdır. Öz kompüterimizdə yox. Hazır virtual Windows, həmçinin Pentrace sitəsi, Kali Linux bir çoxlarını biz yükləyəcəyik ardıcıl getmək üçün. Və sistem demək olar startingdədir. İndi 1-2 dəqiqə arası açılacaq. Açılan kimi mərhələyi biraz pauza verin bu hissəni. Deməli ardını gedirik və burada United States Amerika qalır. Ardını bir gəlir yüklənmədən sonra və burada belə deyək US bu da qalır. Skype veririk. İrəli yəni standart ayarlarımızı qururuq. İndi açılacaq. İndi yüklənmə yavaş-yavaş sonuncu mərhələlərdə irəli ayarları düzəldəcək və tam şəkildə sistem açılacaq. Deməli ardını gedirik. Məsələn burada sign with Microsoft gəlirsə domain join instead-ə vururuq. Yəni avtomatik o bizdən istəməsə. Burada username və ikincidə password yazırıq. Next. Təkrarlayıb passwordu.
Next. Və password çərçivəsində nələr yazıla bilər? Məsələn, məsələn mən indi test deyərinə gəldi yazıram bura. Yəni o qədər əhəmiyyəti yoxdur onun. Və sistem getdi. Yəni içərsə bir şey bərpa olması üçün bizdə zaten testdə o qədər əhəmiyyət deyil. Accept veririk, şərtləri qəbul edirik. Və burada not now veririk. Yəni bəzi şeylər qəbul etmək ehtiyac yoxdur. Zaten laboratoriya üçün nəzərdə tutulub. Bu da biz laboratoriyalarımızı. İndi açılışa doğru gedir və sistem artıq açılmalıdır. Logotipdən sonra belə deyək də olur da. Üzləyəm. Artıq demək olar ki, bitməyə doğrudur və sistem demək olar ki, işlənib. Biz ümumiyyətlə cyber security dərslərimizdə inşallah baxın, like qoyun. Like qoyduqda sayımız çoxalsın və mən əgər aktivlik geniş görürəmsə, həm Redddən, həm Blue tərəfdən avtomatika, həmçinin süni intellektdən də müəyyən şeylər paylaşsan zamanla, yəni dəstəklənməkdə olun kanalımızı. Yəni deyirəm, biz Windows Enterprise versiyasını yüklədik sistemə. Yəni 10 kimi götürdüm sistemi, Windows 10 kimi. Yəni 11 istəsiz 11-də eyni ayarlarla yükləmək olur. Zaten burada bizim virtualın içində hal-hazırda keçən dərsdə elədiyimiz Kali var, bir də Windows'umuz var. İndi bu açılana kimi mən burada qısa bir pauza vereyim. Açıldı da yenə açacağıq. Və yüklənmə başa çatdı. Demək olar sistemimiz aktivdir. Sistemimiz aktiv olduqdan sonra sistemimizin daxilindən, yəni yenə Windows'da kimi bura gəldik. Sistemə bir dənə restart veririk. Yəni işlədiyinə əmin olmaq üçün restart verib yenidən başladır sistem. Və ondan sonra restartdan sonra bir də baxırıq. İşləyirsə artıq işləm tamam olub. Və digər dərslərimizdə penetrasiya testi, ardıcıllıqları, hücum növləri ritmdə və blutimdə belə deyək, bu hücumların qarşısının alınması, süni intellektdə rolu günümüzdə tələblərdən biridir. Onları ardıcıl deyəcəm. Yenə deyirəm, sizin aktivliyinizə və nə qədər like qoyarsınızsa, o qədər aktivliyimiz artar. Həmçinin baxış sayına görə ardıcılıqları davam elətdirəcəm. Günümüzün tələbləri də informasiya texnologiya, cyber security, yəni kiber təhlükəsizlik və gündəmdə qalma mövzulardandır. Yəni belə deyək, gələcəyin sahəsi deyərdim. Hələ indi artır. Çünki bir çox biz bilirik ki, informasiya texnologiyalarında günü-gündən robotlaşma, süni intellekt olması informasiya texnologiya, cyber security sahəsini genişləndir. Çünki biz ki, hər zaman da hakerlər aktiv olduğu üçün belə şeylərdə sistemlər sıradan çıxarmağa meyillidirlər. Ona görə biz həmişə mübarizədə dururuq. 1, 2, 3, 4, 5 sistemə girdik və artıq sistem tam aktivdir. İnşallah gələn dərslərimizdə hücum, bariyerləri aşılması, sistemlər və həmçinin müdafiə sistemlərində anlatacağım. İnşallah Allah amanında görüşmək ümidi ilə çalışın, aktiv olun, like eləyin, səhifəmizi aktiv saxlayın. İnşallah aktivliyin artması ilə yanaşı mən həmçinin ardıcıl mövzular qoyacağam və biz günə-günə inşallah yeni mövzularla sizlə təqdim edəcəm. Sağ olun, gəlin görüşlərə dək.